Görəsən bütün autizm uşaqlar genetikdirmi? Bizə valideynlər çox bu sualla müraciət eləyirlər ki, ümumiyyətlə autizmin kökündə nə durur? Səbəbi nədir? Müasir tədqiqatların nəticəsinə görə autizmin səbəbi genetik və xarici mühit faktorlarının birgə təsirindən yaranan bir xəstəlikdir. Aparılan araşdırmalara görə autizm spektr pozuntu olan uşaqlarda 60-90% hallarda genetik bir mutasiya aşkar olunur. Və valideynlər çox vaxt bizə deyirlər ki, doktor, mənim axı nəslimdə, ümumiyyətlə ailəmdə heç elə bir xəstəlik yoxdur, heç autizm yoxdur. Bu necə genetik ola bilər? Əziz valideynlər, genetik xəstəlik hələ o demək deyil ki, o mütləq ailə içində özünü büruzə verəcək. Autizm spektr pozuntularının təxminən 60% qədərində sporadik mutasiyalar rast gəlinir. Yəni bu nəsildə olmur, qəfil bir mutasiyalar şəklində özünü büruzə verir. Xəstəliyin iştirakında 700-ə yaxın gen təyin olunub və bu ilişkili genləri lazım gəldikdə biz hətta müəyyən bir laborator analizlərlə belə təyin edə bilirik.